Uşaq universitetə hazırlaşır, çox yaxşı, təhsil çox yaxşı şeydir, elmli olmaq çox yaxşı şeydir, amma son deyil, ölüm məsələsi deyil. Qəbul olunmayacaqsa da olunmayacaq. Onu uşaqlara təlqin eləmək lazımdır ki, oğlum, qızım, bu da belə deyək, ən birinci məsələ deyil sənin üçün. Ki, sonra stresə düşsün, bəzi uşaqlar eşidirdi də ki, gedir intihar edir ki, mən qəbul olmadım. Ata-ananın çox vaxt günahıdır. Ki, yox, özdə nə üçün? Kiminsə o filankəsin oğlu qəbul olar, mənimki qalar. Bu elm də unudulur orada. Elm də yaddan çıxır. Uşaq olur, şan-şöhrət üçün bir əlavə vasitələrdən biri. Mənim oğlum məsələn Harvardda oxuyur, onun oğlu filan yerdə oxuyur. Bu şeylərin əsiri olur. Uşağa da o qədər əhəmiyyətli eləyir ki, uşaq da o halda heç oxuya da bilmir. Gedir ora özünü itirir. Başa sal ki, qəbul olsun. Olmusan, olmamsan. Həyatda bəzən uğursuzluq olur bir yerdə. O qədər dahilər var ki, bir sahəyə gedib alınmayıb, yaxşı olub ki, alınmayıb, gedib istedadını başqa istiqamətdə göstərib. Sən deməli, bu yaxşıymış. Dünyanın axırı deyil, dünyanın sonu deyil. O qədər şişirdəcəksən ki, onda uğursuzluğa gətirib çıxardacaq. Uğurdan da məhrum edəcəksən. Stres içində olacaq. O qədər önəmli deyil. Bunu uşağa təlqin eləmək lazımdır. Oxu, təhsil al, savaddan, amma ən əsas məsələ bu deyil həyatda. Əsas məsələ bu deyil.